Vaxtı keçmiş dərmanlarla bağlı bir məlumat yayılıb. Qusar rayon mərkəzi xəstəxanasında xəstələrə vaxtı keçmiş dərmanlar verilir. Məlumatı Şimal xəbərlərinin baş redaktoru Müqəddəs Mehdi paylaşıb. Məlumata görə xəstəxananın aptek bölməsinin əməkdaşı İlhamə Hacıyeva tibb işçilərinin WhatsApp qrupuna bu cür mesaj göndərib, mesajı səsləndirəcəyində. Aptekdə vaxtı keçən dərman sərfiyyatları var. Bunlar şöbələrə paylanılmalıdır. Bu yazışma tibb işçiləri arasında ciddi şəkildə narazılıq yaradıb. İddialara görə yaranan mübahisələrdən sonra İlhamə Hacıyevanın göstərişi ilə WhatsApp qrupu bağlanıb. Bəzi məlumatlara görə Qusar rayon mərkəzi xəstəxanasında ötən il 23 nəfər dünyasını dəyişib. Deyilənə görə bu rekord göstəricidir. Hazırda Qusar rayon prokurorluğunda xəstəxanadan edilən bəzi müraciətlər əsasında araşdırmalar aparılır. Ümid edirik ki, bu WhatsApp yazışması da ciddi şəkildə yoxlanılacaq və həqiqət üzə çıxacaq deyə Mehdi belə bir açıqlama verib. Sözü gedən qalmaqallarda adı çəkilən İlhamə Hacıyeva məsələ ilə bağlı bizim mediaya danışıb. O deyib ki, paylaşılan yazışmalar qurmadır və düşmənçilik məqsədi ilə edilib. Adımı götürüb hardasa hallandırmaq mənim günahım deyil. Qusar xəstəxanasında belə bir şeyin olması sıfırın altındadır. Bu xəstəxananın direktoru Kamil Hacıyeva qarşı qurulmuş təxribatdır və düşünülmüş, günlərlə qurulmuş plandır deyib. Dəfələrlə belə hallar olub və bu da onun bir qoludur. Heç bir istinad mənbəyi olmayan bir məlumatdır. Özlərindən hər dəfə bir məlumat çıxarırlar və hər zaman da eyni adam paylaşır. Məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edib etməyəcəyinə gəlincə, İlhamə Hacıyeva bir dəfə bununla bağlı müraciətlərinin olduğunu deyib. Faktla bağlı Qusar rayon prokurorluğunda İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə publik hüquqi şəxs 20.000 manat məbləğində inzibati cərimə edilib. Eyni zamanda publik hüquqi şəxs Kamil Hacıyev barəsində həmin məcəllənin eyni maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün aidiyyəti üzrə Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Quba Xaçmaz regional şöbəsinə göndərilib və vəzifəli şəxs müvafiq qərarla 3000 manat məbləğində inzibati cərimələnib. Məlumata görə cərimə edilmə faktı da aparılan araşdırma çərçivəsində baş verib.